elə bir ki, cinsiyyət orqanlarında, bütün bədəndə parazitlik eləyə bilər, amma cinsiyyət orqanlarında daha çox parazitlik eləyir. Həm kişilərin, həm qadınların cinsiyyət orqanlarında papilloma virus parazitlik eləyir və burada kandiloma, papilloma deyilən varlıqlar əmələ gəlir. Kandiloma bunun bir qədər böyümüş variantıdır. Bunlar hətta xoruz pipiyinə qədər böyüyə bilirlər, iri ölçülərdə ola bilirlər. Bunun törədicisi virusdur, kandiloma virusudur, HPV virusu. HPV, Human Papilloma virusdur. Bunun da çoxlu ştamları var, 20 neçə ştamı var səhv eləmirəmsə. Onlardan bir neçəsi ən əsas 16, 18 nömrəli ştamlar onkoloji problemlər yarada bilər. Kişilərdə də, qadınlarda da. Qadınlarda əsasən uşaqlıq boynu xərçəngi yarada bilər, kişilərdə leykoz yarada bilər. Yəni bunların vaxtında aradan qaldırılması çox məsləhətdir. Bunlar insan bədənində parazitlik edir, elə bir ki, immun sistemi zəiflədir, müqaviməti zəiflədir. Eyni zamanda diskomfort yaradır, yəni xoşa gəlməz iş, ifrazat verir özündən böyüyəndə, xırda olanda o qədər olmur, amma böyüyəndə özündən ifrazat verir və çox yüksək dərəcədə keçicidir, kontagiozdur. Yəni hətta cinsi əlaqədə olmadan belə toxunma varsa, artıq burada yoluxmadan söhbət gedə bilər. Pilav vasitə, dəri vasitəsilə, selikli qışalar vasitəsindən çox asanlıqla yoluxma baş verir. Hətta qoruyucu vasitələrdən istifadə eləmək belə burada kömək eləmir. Yəni, məlumat verim ki, bəzi insanlar fikirləşir ki, qoruyucu vasitəsi ilə əlaqədə olaraq heç nə olmaz. Yox, belə deyil. Hətta qoruyucudan istifadə eləsəniz belə, papilloma virus insandan insana keçir. Əsasən nəmişli yerlərdə, büküş yerlərdə daha çox əmələ gəlir, qasıqda, qasıq bud büküşlərində, cinsiyyət üzərində, qadınlarda cinsiyyət dodaqları nahiyəsində, onun hətta iç tərəfində selikli qışada da ola bilir. Ona görə yəni belə kontagioz çox yoluxucu bir, təhlükəli bir xəstəlikdir, parazitdir, papilloma virus tərəfindən törədilir. Kandiloma adlanır, yəni cinsiyyət orqanlarının kandiloması.